5 gün 1 bölmə kimya testi həll edirik. Gün 2 mövzu ozon. Oksigen və ozondan ibarət 7 mol qarışıqda 120 Na sayda proton var. Deməli qarışığımız var O2 və O3-dən ibarət. Və ümumilikdə bu 7 moldur. Onda buna X mol deyək, buna Y mol deyək. Mollar cəmi X plus Y bərabərdir 7. Və bizə deyir ki 120 Na sayda proton vardır. Oksigen atomunda 8 proton var. Bəs oksigen molekulunda O2-də neçə proton var? 2 8-in 16. Vurduq moluna elədi 16X. 16X. Üzərinə gəlirsiniz. Bəs O3-də də 8-i vuraram 3-ə, eləyəcək 24 mol 24 atom mola vuranda 24 mol protonu var imiş bunun. 24 Y bərabərdir neçəyə? Ümumi deyir 120 Na-dır. 120-yə. Buradan deməli aşağıdakı 8-ə vuraq, 8-ə vuraq, deməli 8-ə vur. Yuxarıdakı isə 8-ə bölürük daha doğrusu. 8-ə böl. Aşağıdakı sistem tənliyi 8-ə bölür. Yuxarıdakı sistem tənliyi isə nə eləyirik? 2-yə vuraq. Olacaq 2x plus 2y bərabərdir 14. Aşağıda da olacaq deməli 2x plus 24-ü 8-ə böləndə 3y bərabərdir. 120-ni böləndə 8-ə, 12 8-ə, bir dəfə qaldı 4, 40-dakı 5 dəfə, elədi 15. Tərəf-tərəfə çıxaq, qalacaq y bərabərdir 15 çıx 14 eləcək 1. Y əgər 1-dirsə, gətirib burada yerinə yazaq, x-i də onda müəyyən eləyək. X bəs neçə olacaq? Onda x də olacaq ki 6, 6 plus 1 eləyir 7. Burada mollar cəmi tapılır. Hə, deməli. İndi nəzər yetirək. Molları əldə elədik burada. Artıq bizim 6 mol oksigenimiz var. 6 mol oksigenimiz var. Y isə ozon isə 1 moldur. Və bizə şərtin ardında deyir ki, qarışıqda oksigen tamamilə ozona çevrilirsə, burada ozonotor cihazından artıq söhbət gedir. O2 üzərinə gəlinsin. Daha doğrusu O2 alındı nə? O3. Əmsallaşdıraq. Bura 3, bura isə 2. Və deyir qarışıqda oksigen tamamilə ozona çevrilirsə, bizim qarışıqda oksigenimiz 6 mol idi. 6 mol oksigen tamamilə reaksiya daxil olan zaman x mol deyək ki, ozon əmələ gəlir. Bəs həqiqətən 3 mol oksigen reaksiya daxil olanda nə qədər deməli ozon yaranmışdır? 2 mol. Onda tənasüb quraq 6-ya x, 3-ə isə 2-dir. Bunlar ixtisar getdi, burada qaldı ki, x bərabər 4 mol ozon. Bizim deməli, deyək ki, indi qabda neçə mol qaz olar? Hə, yəni ki, qabda neçə mol qaz qaldı? Biz gördük ki, burada oksigen 6 mol alındı. Lakin oksigen tam sərf olundu ozona əmələ gətirmək üçün. Ozon əvvəldə 1 mol varımız idi. Burada 1 mol müəyyən etdik. Sonradan oksigenin 6 molu da tam sərf olunanda 4 molda plus ozon əmələ gətirdi. Deməli, ozon əvvəl 1 mol idi, plus 4 molda oksigenden aldıq. Cəmi elədi 5 mol. Burada qaz var imiş, yəni ki, O3 ozon var imiş. Bu qədər. Zəhmət olmasa video izahı bəyənərsiniz. Təşəkkür edirəm.